Salamlar. Bugün daha bir Junk Journal videosuyla gelmişim. Elimde olanlar böyle bir yumurtanın üstünden indi koparttım. Yumurta özü bitmemişti diye bir tel koparttım. Bunu da bitmiş yumurtamdan koparttım. İşte böyle bir şey koymuşlar. Bu şekilde istifade ederim dedim. Bir de köhne bir jurnal tapmıştım. Bu jurnalda bu şekilde sağlam həyat tərzi ilə bağlı, qidalarla bağlı şəkillər var. Düşündüm ki, bunlardan istifadə edə bilərəm. Bəs sizcə necə istifadə edə bilərəmmi? Belə başqa bitmiş bir ədəd belə kreker kimi bir şey var. Bunun sağlamlıqla çox əlaqəsi olmaya bilər. Amma bu şəkil daha sağlam görüntü verdi mənə. Belə bir tuna balığı var. Bunu da kesip yapıştırabilirim. Bu kadar. O kadar pis olursan ki bir yerden sonra neye göre? Mesela atırsan da neyse bir kağızın falan olanda onu attığına göre sonra pis olursan. Bir de bugün gittim yapıştırmak için güya kley aldım. Soruştum ki bu kleydi dedi. Hər gəlib evdə sınıram ki ağardıcıymış. Ona göre işimiz daha çətin olacaq. Mesela belə bir suyun üstündən qopartmışam. Bunu yapıştırmak için ancaq bu, yani bunun kley forması yapıştırabilir. Görək nə edirik. Əslində skoç var, bir də fərqli renkli skoçlar var. Bunlarla da bir şeyler eləmək olar. Başlayaq. İlk olaraktan belə salfetkaları yapıştırıp bu görüntüden kurtula bilərik. Nə qədər bacaracaq bilmirəm. Məncə bu görüntü pis deyil. Digəri ilə müqayisədə daha yaxşıdır hətta. Şimdi bu görüntünü biz bunu yine əzirik. Qara istəmədim olsun. Bu olsun. Gəlin bugün oxuduğum kitab haqqında danışım. Əslində bitirməmişəm. Amma yenə də oxuduğum hissələr haqqında danışa bilərəm. Bugün Sinan Canan'ın İfa, İnsanın Fabrika Ayarlarını oxudum. Əslində kitab məndə çoxdan var, amma oxumuram. Tənbəllik eləyirəm. Bilmirəm bu sizdə də olurmu? Tənbəllik eləyirəm deyəndə bir şey iş kimi görəndə o təbii ki sənə yük olacaq. Mənə bu proses kitab oxuma iş kimi gəlməsə, bu daha qəşəngiymiş. Bunları iptal edirik. İş kimi gəlməsə də sevdiyim şeyi də bəzən eləyə bilmirəm, bir ertələyirəm. Bir şey olursan ki məni saxlayır. Bu məncə hazır olmaqla bağlıdır. Məsələn, onlar o kitabın mövzusunu görmüşəm, bəyənmişəm ki, oradakı məlumatları almaq istəyirəm. Amma ola da bilər ki, mən buna hələ hazır olmaya bilərəm. Bu da çox insani bir şeydir. Biz çox vaxt bəlkə də bunu qaçırırıq insan olaraq. Məsələn, məcbur eləyirik ki, o olsun. Onu eləyim. Hədəf qoyum. Bunu oxumalıyam. Niyə oxumalısan? Yəni, ümumiyyətlə, heç bir şeyi məcbur eləmək. Düz deyib, bir yerlərdə ola bilər ki, sən tənbəl olasan. Çünki insanın biraz yaradılışı tənbəldir. Amma belə yarış halında bir şeyi istəmək, məcburən eləmək də sağlam deyil deyə düşünürəm. Məsələn, hamı bunu eləyir, hamı bunu oxuyur deyə oxuyum. Və yaxud da bunu mən bilim, hər şeyi bilim. Nəfsdən də belə bəli kimi. Bu sağlam deyil. Düzdür, hər nə desəm də
Mən də bəzən bu yarışda özümü tapa bilirəm, amma bu kitab yarışa girmədiyim kitablardan biridir və bu gün elə açdım, oxudum. Sözün düzü oxumaq istəyirəm. Ay bu dəqiqə özümü hazır istəyirəm deyə oxumadım. Son zamanlar çox oturaq həyat tərzindəyəm. Oturaq dediyim daha belə normalda həmişə Qaçaqovda olan bir neçə şeyi bir arada eləyən biriyəmsə, bu dönəmlər daha çox tənbəl demək olarsa, tənbəl bir rejimdəyəm və bunun üçün dedim ki, bir balaca rutin əlavə eləməyim həyatıma pis olmaz. Çoxdan da kitab oxumurdum. Normalda çox sevsəm də oxumağı, amma çoxdan da bayağı bir müddətdir. Hətta deyərdim ki, bir neçə 6 ay mı deyim, 7 ay mı? Doğrudan oxumuram. Və dedim, niyə də bir rutin əlavə eləməyim həyatıma. Bunu elədim. Əslində indi bunu da düşünməmişəm. Bir neçə müddətdir bunu eləyirəm, yəni oxuyuram. Burada bilmirəm, sizin canını tanıyırsınız yoxsa yox. YouTube'da da kanalı var, Açıq Beyin var, nə bilim bir çox podcastlər də var. Yəni çox da heç kimin tanımadığı bir insan deyil. İkisinə tanınan bir simadır. Deməli, burada danışır insanın adından da belli olduğu kimi fabrika ayarlarından. Hansı ki orada 5 ayardan söhbət eləyir. Birincisi hərəkətdir bunun. Mən hərəkət oxudum bugün. Hərəkət etməyin nə qədər vacib olduğunu biz hamımız bilirik, amma təəssüf ki, müasir dövrdə bunu balanslı şəkildə, sağlam, təbii şəkildə eləyən adamların sayısı çox da deyil. Həqiqətən fərqinə vararaq eləyən insanların sayısı o qədər də çox deyil. Bunu orada bu mövzudan danışırdı ki, bəs insanlar koşu bandı alır evinə, amma davamlı ola bilmir. Nə bilim, bir fitnessə yazılır, davamlı ola bilmir. Çünki əcdadlarımız, ulu babalarımız, nənələrimiz bu şəkildə idmanla məşğul olmayıblar. Mən idman eləyim deyə idmanla məşğul olmayıblar. Onlar sadəcə həyatlarının bir hissəsi olaraq, məcbur olaraq idman eləyiblər. Məsələn, gediblər ovlamağa, həyatda qalmaq şərtlərini riayət eləyərkən, yerinə yetirərkən avtomatik olaraq hərəkət eləyiblər. Yəni deməyiblər ki, mən indi gedim kalori yandırım, bunu eləyim, onu eləyim. Yəni sən deyir, evinə koşu bandı alırsan, kalori yandırasan. Koşu bandı bizdə nə deyirlər, onu bilmirəm adına. Bunu alırsan, amma davamlı ola bilmirsən. Səncə niyə? Həqiqətən də qəşəng sualdır. Niyə? Çünki sən elə bir velosiped sürürsən, amma yerindəsən. Beyinlə bir duyğu ürətə bilmirsən burada ki, mən indi nə əldə edəcəm. Maraqlı bir məsələ idi. Amma deyirsiniz, bir velosiped alsaz, həqiqi velosiped, onunla bir dağa bayıra çıxsaz, bir şey görmək istəsəz, bunu sağlam bir şəkildə eləyəcəksiniz və həqiqətən də davamlı olma ihtimalınız var. Ya da məsələn, yürüyüş eləmək. Hər gün sağlam olum deyə yürüyüş eləmək istəsəz, bunu 3-cü gündən sonra davamlı eləyə bilməyəcəksiniz. Çünki yeriyirsiniz, amma bir mənası yoxdur, gedəcəyin bir yer yoxdur. Sən özünə deyə bilərsən, bir mənası var, mən sağlamlığın üçün yeriyirəm və s. Amma sən belə hiss eləmirsənsə, əslində yəni bir mənası yoxdursa içində, bir yerdən sonra davamlı ola bilməyəcəksən ki, belədir də oradan da. Amma deyirsən, özünə bir hobbi olaraq müəyyənləşdirsən, tutaq ki, şəkil çəkmək, fotoqrafiya. Hər gün, tutaq ki, yarım saat, 1 saat buna vaxt ayıracağım. Və siz artıq şəkil çəkmək istəyinizə görə başlayacaqsınız gəzməyə, tutaq təbiətdən şəkillər çəkmək. Sən təbiətdə gəzəndə və yaxud da şəhərdən, məcbur deyil təbiətdən, ya da parkdan, hər hansı bir yerdən. Orada şəkillər, maraqlı şəkil çəkəsən deyə beynin axtarmağa başlayacaq.
Və bunları axtara-axtara bir də görəcəksən ki, yerimisən və yeriməyinin bir məqsədi var. Sən şəkil çəkmək üçün yeriyirsən. Yəni bir sözlə şəkil çəkməyə şəkil axtarırsan. Artıq bir məqsəd var da burada. Qəribədir. Bunu mən də düşündüm. Nə ilə əlaqələndirdim? Məsələn, deyirik ki, özünüzə vaxt ayırın, belə eləyin falan filan, amma bunu eləmir çox insan. Tutaq ki, mən deyirəm ki, özünə vaxt ayır, özünü dinlə, özünü öyrən, nə istəyirsən, nə istəmirsən, həyatını necə qurmalısan, həyat məqsədi nədir və s. belə deyirəm. Amma bunu eləmirəm. Niyə? Çünki, tutaq ki, özünlə vaxt keçirdi. Özünlə vaxt keçir deyəndə oturub bir yerdə mənəm, onsuz da bütün gün mənlənəm də. Yəni absurd gəlir də adama. Özümlə vaxt keçirdirəm indi. Necə keçirdirsən? Amma burada yenə mən düşündüm ki, hobbilər niyə önəmlidir? Sən çünki özünlə vaxt keçirmək üçün bir şey seçirsən. Tutaq ki, elə junk journalın özündən deyim də, hal-hazırda onu eləyirəm deyə. Mən hər gün bir səhifə bunu işləyəcəm, junk journal işləyəcəm. Aha, burada söz olaraq özünə deyirsən ki, mən hər gün yeni hobbim var, özümdən vaxt keçirdirəm. Yəni, tamam, özünlə vaxt keçirmək, ancaq oturub özünə suallar vermək, özünü axtarmaq, ancaq oturub özünə fəlsəfi suallar verib bunu düşünmək deyil. Sən bir evdə oturub heç vaxt özünü tapa bilməzsən, mənə görə. Sən bir çıxmalısan, fərqli mühitlərə girməlisən, fərqli insanlarla danışmalısan, o insana verdiyin reaksiyanı ölçməlisən, fərqli bir şey sınamalısan, fərqli bir şeyin dadına baxmalısan, o dadını səndə yaratdığı hissə baxmalısan. Yəni, belə deyil də, mən evdə oturum, özümlə vaxt keçirdim, özümü öyrənim. Yəni, çünki sən təkcə bunu eləsən, ehtimal ki, özünü tapmayacaqsan. Amma hobbilər artıq burada sənin özünə verdiyin dəyəri göstərir. Sənin özünə ayırdığın zamanı göstərir ki, sən gedirsən orada, bir junk journal işləyirsən. Junk journal nədir? Bugün məsələn yediklər, məsələn bayaq bunu yemişəm, tuna yemişəm. Sonra nə bilim yumurta qatmışam içinə, səhər gerkules yemişəm və s. də. Məsələn mən bugün bu tullantıları yığanda bir yerə və yaxud da bunu bir jurnal var idi, köhnə istifadə olmayan, oradan kəsmişəm. O jurnal mənə nə bilim uşaq vaxtı hədiyyə edilmişdi və yaxud da buradan. Nəysə də bunları bir yerə yığanda sən durub birdən-birə junk journala mükəmməl bir şey işləmişsən. Nə gözəl görünür. O deyil də junk journal. Junk journal tullantıları götürüb sadəcə keyif ala-ala günü sorğulaya-sorğulaya onları yapışdırmaqdır. Mən bunları yapışdıranda avtomatik olaraq düşünürəm. Məsələn, tutaq bunu alanda, bu tunanı alanda satıcı mənə bir şey dedi. Mən belə hiss elədim həmin vaxt və yaxud da burada bir şey görəm, mən uşaqlığımı xatırladır, özündən bir şey tapırsan və yaxud da filan kəsin sənə dediyi bir sözü xatırlayırsan. Budur da, yəni məsələ sənin yenə öz reaksiyalarını ölçməyindir, özündə bir şeylər tapmağındır. Yəni oturduğun yerdən özünü tapmırsan. İtirməmisən ki, tapasan, sən oradasan, prosta sən müşahidə eləməlisən. O bir söz var ya, onu o qədər xoş deyirəm, deyir ki, bir kitab oxuyursan, sonra kitabın içində bir şeydən danışırlar və yaxud da ki, elə sadə kitab oxuyursan, sonra başlayırsan kitabı hər yerdə görməyə, o kitabda yazılan şeyləri həqiqətən də həyatda görməyə. Bu o demək deyil, sən oxuyan kimi möcüzə baş verir, o sənin gözünə görünür. Yox, o həmişə var idi. Sadəcə sən onu kitabı oxuyandan sonra fərqinə varmısan və diqqət eləmsən ki, belə bir şey var. Yəni sən o həmişə var idi, sadəcə sən görmürdün. Adicə bunu belə baxanda kleyi tutun üzünüzə, bir dənə buna diqqətlə baxın. Sağ tərəfinizdə bir əşya olsun, onu görməyəcəksiniz. Çünki siz fokusunuz buradadır. Amma sən fərqli şeylər eləyəndə, fərqli kitab oxuyanda, fərqli bir şey eləyəndə, fərqli bir hobbi ilə məşğul olanda özünün də fərqli tərəfini tapa bilirsən. Deməli, mənim özümün fərqinə vardığım bir məsələni danışacağım. Özümlə bağlı, sırf junk journal'la bağlı. Mən gün boyu
Əslində bir dənə deyil, bir çox şey var bu məsələ ilə bağlı. Mən gün sonu özümü analiz etməyi çox sevirəm, çox xoşlayıram. Yəni məsələn bu gün nə oldu, nə baş verdi, amma bunu eləmək hər dəfə asan olmur. Elə bilmirəm şuuraltımı məni qaçırdır bundan, yoxsa İnsan bəzən özünü görmək istəmir, o məsələdirmi, o mu olur bilmirəm. Amma bunu eləyəndə artıq qaçmağa bir yolum yox idi. Normalda oturub bu haqda düşünsəm, oturub belə düşünsəm daha ağırdır. Amma bunu eləyəndə artıq mən bunu soyuram da, belə başlayıram düşünməyə. Mən bunu niyə belə elədim, onu niyə belə elədim? Sanki bir artıq alanım var. Çünki normalda sən gündəlik həyatda bir şeyi ciddiyə almadığına görə, iş olaraq görmədiyinə görə, ona önəm vermədiyinə görə yer ayırmırsan. Amma bunu eləyəndə avtomatik bir alan yaranmış olur. Özümün fərqinə vardığımı deyəcəm, spesifik də mənlə bağlı. Dediyim kimi bir çox şey var. Bunlardan biri də mən hiss elədim ki, bunu da yenə öz-özümə hiss eləmədim. Başqasında gördüm, bunu fərq elədim ki, mən niyə belə eləyirəm? Normalda junk journal'ın heç bir qaydası yoxdur da, sən bunu bu cür eləməlisən, o cür eləməlisən. Gördüm ki, mən ilk vaxtlar düzəldəndə, məsələn bu dəftər deyil, bunu indi də görürsünüz küncləri falan. İstəyirəm boşluq qalmasın, tamam doldurmağa çalışıram. Və yaxud da ki, düz, məsələn bu belə əyri ola bilməz də, bunu eləyirəm. Bu bilirsiniz nə ilə bağlıdır? Mənim həyatım da belə idi. Boşluq yaratmırdım. Sanki dolu olmalıyam. Nə vaxt ki boş qalırdım normal olaraq. Yəni insan həmişə nəsə eləməli deyil axı. Özümü günahkar hiss eləyirdim. Hətta mentor görüşlərim olurdu. Mentorum var idi. Ondan danışanda mənə demişdi ki, hara tələsirsən də, yəni nə olub sənə, hara qaçırsan? Elə bir ki, yəni son andı da. Mən həyatda o tip biriyəm, tələskən biriyəm. Ya onun fərqinə varmasan bu şəkildə yaşayıb gedirsən. Amma onun fərqinə varanda avtomatik ikinci dəfə sən yenə boş olanda özünü borclu istəyirsən, pis istəyirsən, mən niyə boşam və s. və yaxud da yenə qaçanda birdən dayanırsan belə, nəfəs alırsan ki, niyə bu qədər dolu olmağa çalışıram? Yəni mən özüm heç nə eləmədən, heç bir şey ürətmədən heç nəyəmmi? Yəni mənim dəyərim yoxdurmu? Bunları başdan sorğulamaq artıq fərqində olduğun üçün onu eləmirsən deyil də, artıq eləsən belə fərqində olaraq eləyirsən. Ehtimal ki, gələn dəfə eləməyəcəksən. Əgər bir dəfə fərqinə vardınsa. Sonra bunu diqqətlə belə dəqiq kəsməyim. Bir dəfə gördüm bir videoya baxıram, junk journal videosuna. Baxıram ki, kənarlarını belə necə kəldir, belə eləyir, kəsir, qayçısız, bəzən əli ilə falan kəsir, yapışdırır, bağlayır 30 saniyənin içində. Mən belə şey oldum ki, mən niyə bunu belə diqqətlə, dümdüz olsun deyə eləyirəm, belə eləyirəm falan. İndi baxın, yəni bunu əvvəlki mən heç vaxt eləməzdi. Buradan çıxıb, buradan kəsilir, altı görünür, falan filan. Yəni heç vaxt sonra dedim ki, niyə belə eləyirəm ki, bunun axı bir qaydası yoxdur. Deməli, mən mükəmməl olmağa çalışıram. Deməli, mən hər şeyi çox yoruram da, özünün xırda detallarına gedirəm. Mənim həyatımda mənə xidmət eləməyən bir xüsusiyyətdir. Bilmirəm vərdişdirmi, bilmirəm nədənsə yaranıbdımı, artıq onu da sorğulayanda tapırsınız. Yəni, amma baxır o sənin üçün maraqlıdırmı onu axtarmaq və s. Aha, elə olandan sonra deyirsən ki, ikinci dəfə onu eləyəndə deyirsən, ikinci dəfə bəlkə də eləməyə bilərsən, dördüncü dəfə eləyəndə deyirsən, artıq mən bunu eləmək istəmirəm. Bu artıq bir fərqindəlikdir. Ona görə yenə də deyirəm, özünü sevən insan, özünə dəyər verən insanın özünə belə yaratdığı balaca alanlar olmalıdır. Balaca hobbilər olmalıdır ki, o özünü görə bilsin. Bu mənim ad günü hədiyyəmdə məktubun bir hissəsidir. Bunu saxlamışdım ki, Amsterdamdan gələndə Amsterdam junk journal düzəldərəm. Yəni oradakı biletə falan yapışdıraram ora. Amma indi gündəlik həyatda məsələn bu gün ərzaqlarımı velosiped sürə aldığıma görə, yəni velosipeddən istifadə etdiyimə görə bunu burada istifadə edəcəm.
Ama burasını kəsmək istəyirəm. Çünki niyə? Çünki ürəyim elə istəyir. Belə Sinan Cananın bir dənə hərəkətindən gəldiyim nöqtəyə bax mənim, ay Allah. Xoşum gəlir bu prosesdən. Yəni bunu düşünsən, taq əvvəlcən deyib ki, mən bu gün bundan danışacağam. Bu haqda söhbət eləyəcəm və s. Onda olmur da, yəni o mümkün deyil. Əvvəlcədən düşünməyəndə, təbii şəkildə, özün də təəccüblənəndə danışdığına bu çox qəşəng bir şeydir. İşte, həm daha səmimi gəlir mənə belə söhbətlər, nəinki çox belə planlanmış tekstlər və s. Mənə daha sıxıcı gəlir. Bunu necə yapışdırım mən bura? Bəlkə bunun altına belə salım. Qəşəng fikir olar. Hətta bunu belə eləyim burada. Yəni yumurtanı yeyib, ailəsi ilə vaxt keçirdib. Fikir verin, Stonsted'dan ancaq yumurta deyib. Bilinir ki, yumurtanın üz qabığıdır. Yumurtanı yeyib, ailəsi ilə qəşəng vaxt keçirdib, sağlıqlı qidalanıb, belə güclü hissə. Buna nə lazımdır? Su. Burada su var. Belə su mu qoysaq? Yoxsa burada mağazadan götürdüyüm şey var. Baxaq yenə də. Bəlkə bir ideya gələr, bir şey gələr. Məsələn, meyvə tərəvəz yoxdur burada. Baxaq görək. Ooo. Burada yağlardır, içkilər falandır. Burada ətlərdir. Baxın, burada çoxlu. Məsələn, bu belə böyükdür. Gedirəm marketdən, məsələn, götürdüm bunu. Heç bilmirəm, necə istifadə edəcəm, nə edəcəm, amma götürdüm. Bunu götürək, yoxsa bunu? Ya bundadır, ya bunda. Eləyənmədim. Kələm istəyirəm. Xiyara kəsmədim istəyirəm. Çünki bir dəfə xiyar istifadə edə bilərik. Soğanı o qədər yağ qoyublar. Hə, bunu götürdüm. Bilmirəm nədə istifadə edirəm. Amma mütləq ki, bir şeydə istifadə edirəm. Bax, nə vaxt ki, bu düşüncə tərzində olmuşam, həmişə qarşıma qəşəng şeylər çıxır. Hansı düşüncə tərzi deyirəm, məsələn, marketdən bunu götürdüm. Adam birinci bir məntiqlə sorğulayar ki, bax, bunu götürürsən, evinə zibil yığırsan da, bunu neyinirsən, sən istifadə eləmirsənsə bunu. Amma elə düşünmürsən, götürürsən, deyirsən, mən bunu istifadə eləyərəm. Həmin anda belə, yəni, qurmadan, harada istifadə eləsən falan düşünmədən. Sadəcə o yaradıcılığa özünə imkan verərək. Sonra gəlirsən evə və həqiqətən də bir gün bunu istifadə eləyirsən. Bu düşüncə tərzini nə vaxt formalaşdırmışam? Görün, video çəkir. Hə, şükür. Birdən yaddaş yeri dolu olur. Öz-özümə danışıram. Deməli, mən bir dönəmdə oturdum, özümü sorğuluyordum. Neyiniyəcəm falan. Bunlardan danışırdım öz-özümə yenə. Həmin vaxt dedim ki, dedim deyəndə yox, özümü araşdırmağa, özümü araşdırmaq deməyim də, hər şeyi araşdırmağa başladım. Və orada belə bir şey oxudum, belə bir şey öyrəndim. Nə idi bu? Birinci buna yer tapaq. Qəşəng, bunu bura salacağım belə. Kələmin içindən velosipetin çıxmağı. Bu da salfetka olduğu üçün qopardanda cırılır. Okey, belə olsun. Bir şey oxudum. Orada yazılmışdı ki, hər gün komfort zonundan çıxmaq üçün bir balaca addım belə atsan, bir kiçik xırda bir addım belə atsan, beynində bir neyron dəyişmiş olacaq. Bir dənə, məsələn, sən heç vaxt bundan istifadə eləməmisənsə, bunu əlinə almağın belə sənin inkişafın üçün bir şeydir. Mən belə qərara gəldim ki, artıq həyatımı bu şəkildə yaşayacağım. Artıq nə cür, necə, bizən çox sorğulamaq var, çox. Sorğulamaq həyatı yaxşı bir şeydir. Hər şeyi sorğulamaq, düşünmək yaxşı bir şeydir. Amma bunu həddindən artıq eləmək sənin
inkişafına çox mane olacaq bir şeydir. İnkişaf o tərəfə, yəni səni yaşamağa imkan verməyəcək bir xüsusiyyət, həddən artıq sorğulamaq. Bax, məsələn də, həmin dönəmdə bu çiyələkdən suyu ayırmaq istəyirəm. Başqa su varsa, yəni baxım, onu istifadə edeyim. Deməli, çox da, bax, burada qəşəng su var. Çox da dərinə getmədən, necə mən dedim ki, özümü beynimi inkişaf elətdirə bilərəm, özümün ən yaxşı versiyasına çata bilərəm və s. Bunları düşünürdüm. Sonra dedim ki, yox da, mən hər gün ən xırda bir şeyi də eləsəm, bu mənim xeyrimədir. Məsələn, başladım, tutaq ki, işə gedən yolda, işə bu yoldan gedirəm. İş olmasını dərsə, nə bilim, çörək almağa. Həmişə bu yoldan gedirəm də, bu küçəylə. Tutaq, bu yol var, bu yol var. Bu yolla gedim. Və yaxud da bir yol var, həmişə liftdən çıxıram, bu gün ayaqdan çıxım. Başladım özümə bu funksiyanı yeritməyə. Hər dəfə xatırlatmağa bu funksiyanı. Hə, tutaq ki, gedirəm marketə, tutaq bir şirniyyat almaq istəyirəm də, lap ən zərərlisindən girirəm. Hər dəfə görmüşəm ki, evə bu şirniyyat alınıb, evdə bunu yemişəm. Bunun dadını bilirəm də, heç dadını bilmədiyim bir şey alım. Elə alırdım onu. Sonra görürdüm ki, bir dənə təlim var, ödənişsizdir. Yəni, ağlıma gəlməyəcək şeylərə. Shopify təlim. Mən heç vaxt Shopify ilə maraqlamamışam. Shopify nədir bilmirəm də. Birinci 2 dənə sual versən. Bura getmək mənə nə qatacaq? Ən azından Shopify nədir öyrənəcəm. Okey, getməmək mənə nə qatacaq? Nəsə xüsusi bir işim var. Tutaq, mən, bu da biraz məntiqsizdir. Mən evdə bunu eləyə bilərəm, bu işim var, amma bunu atım gedirəm özümü kəşf eləməyə, yeni heç bilmədiyim bir şeyə. Yox, o da yəni məntiqsiz bir şeydir. Ani qərar verirsən, axmaqca. Onun da tərəfdarı deyiləm. Tərəfdarı olduğum şey onsuz da, yəni sən heç eləmirsənsə, bir işin yoxdursa və yaxud da oturub hər gün elədiyin, amma sənə heç bir faydası olmayan, monoton həyatına davam edəcəksiniz. Ondansa o opsiyonu seçmə. Sən mən başladım, Shopify təlimi, okey, gedək. Əmsal nə itilə bilərəm ki? Heç nə. Yəni, gedəcəm ora, öyrənəcəm Shopify nədir də. Getdim ora, yəni heç necə olmurdu. Amma bilmirsən, yəni fürsət hardan gələcək. Fürsət gəlməyini də gözləmə, bəlkə də sənə heç nə gəlməyəcək. Amma sənin orada hiss elədiyin şey, hiss, gördüyün bir insan, fərqli bir aura, çox fərqli deyə bu. Sən özün fərqində olmasan belə, beyninin bir hissəsi artıq məsələn orada təhlükədə istəyir. Heç vaxt eləmədiyin bir şey eləyəndə beynin elə bilir ki, ölüm riski var burada. Ona görə onun üçün yeni bir şeydir, qorxulu bir şeydir. Və görür ki, burada ölmədim. Belə bir seçim haqqı da yaranır onda. Və yaxud da nə bilim, heç vaxt yemədiyin bir şey yeyəndə sən özün fərqində olmasan da orada bir şey yaranır. Bir neyron, bir nəsə olur da, yəni sən onu bilmirsən. Amma oturub hər şeyi sorğulayanda, onsuz da o təlimə getsəm mənə sertifikat verməyəcək. Hə, neynədin sertifikat? Nə bilim, bunu eləsəm mənə atam onu qoymaz ki. Onu o vaxt belə eləsəydim, bu vaxt belə olardı. Ayda, bunlar o qədər boşdur. O qədər boşdur. Bax, burada bir yerlərdə bunu da istəyirəm olsun. Səni heç bir şey qatmayacaq o. Məsələn, könüllü olmaq bir yerdə. Əşi, könüllü olub neyniyəsən? Ondansa bir get işdə, pulsuz işdirsən sən. Yox, yəni. Sonra onu fərq eləyəcəksən ki, bu mənə bunu qatırmış. Biz yəni hər şeyi bilmirik, o qədər ağıllı deyilik. Sadəcə bir addım, bir balaca addım atmaq belə sənə böyük şeylər gətirir. Yəni özün şəxsən təcrübə, sonra zaten bir yerə gələndən sonra artıq o seçimi eləyə bilirsən, amma
belə yenə də bu cür yaşayırsan da həyatını. Necə ifadə edeyim onu? Çox qəribə bir şeydir də oradan da. Burada bura uyğun bir stikerdən falan axtarıram deyə. Sən burada elədiyin bir şey, o kəpənək effekti deyirlər buna, yoxsa nə deyirlər? Deyir, bir yerdə kəpənək qanad çalır, amma digər yerdə meşə yanğınlarına azalmasına səbəb olur, artmasına. Nəsə, məsəl burada, yəni bir balaca bir şey deyirsən ki, bunun nə faydası olur? Balaca bir rutin gətirirsən, balaca bir hobbi həyatına gətirirsən. Nə bilim də, çox kiçik bir şey böyük şeylərə səbəb olur. Yəni, hər şey əslində o qədər də böyük deyil. Sadəcə sən addımlamalısın. Sadəcə addımlamalısın. Baxma addımın böyüyünə, kiçiyinə, sənə nə qatacağına. And secrets. Secrets yazılır. Bir de burada yes var. Keçən dəfə zərərli qidaları yapışdırmışdım. Ora böyük bir no qoymuşdum. No. Bu dəfə yes. Sağ olun.